Müğənni Nura Suri kitab yazır. Musavat.com xəbər verir ki, bu barədə o sosial şəbəkədə məlumat verib. Show Biznesin Qaranlıq Üzü adlı layihə üzərində çalışıram. Bu əsər kitab formasında, lakin serial ssenari məntiqi ilə yazılıb və məqsədim onu beynəlxalq platformaya, xüsusilə Netflix formatına uyğunlaşdırmaqdır. Janr baxımından layihə dedektiv psixoloji gərginliyi üzərində qurulub. Hadisələr show-biznes dünyasının pərdə arxası görünməyən və çox vaxt gizlədilən tərəflərini əhatə edir. Nüfuz savaşı, şantaj, qorxu, manipulyasiya və qeyri-rəsmi güc mexanizmləri. Serialın mərkəzində Lola adlı məşhur müğənni dayanır. Onun şəxsi münasibətləri ilə illər ərzində bir neçə qalmaqallı və təhlükəli hadisənin müzakirəsinə çevrilir. Müxtəlif dövrlərdə Lolanın sevgililəri vasitəsilə digər müğənnilərə təzyiq göstərilir. Bir kişi müğənniyə silahla hədə-qorxu gəlir, sonra məsələ böyüyür. Lola ölkəni tərk etmək istəyir. Başqa bir nüfuzlu müğənni ona dəstək olur. Lola bir müddət vəzifəli şəxslə sevgili olur, sakit həyat yaşayır. İllər sonra Lolanın başqa bir sevgilisi, eyni zamanda onun yaxın dostu olan bir müğənniyə qarşı yenidən ictimai alçatma və zorakı davranışlar, silahla hədə-qorxu gəlir. Bütün bu hadisələr fonunda show-biznesin içində formalaşmış qeyri-rəsmi mafiya sistemi, qorxu üzərindən qurulan münasibətlər və susturulan insanlar üzə çıxır. Bu ssenari real hadisələrdən ilhamlanaraq qələmə alınıb. Lakin bütün personajlar, adlar tamamilə fiksiyadır. Hər hansı real şəxs və ya hadisə ilə birbaşa əlaqə nəzərdə tutulmur, deyə ifaçı qeyd edib.